Salam, hər vaxtınız xeyir olsun. Bugün olan fizika artı sertifikasiya suallarının izahını verirəm. Gəlin baxaq. Hərəkəti düz xətli olan 3 simin koordinatın zamandası qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. Birinci hərəkət x-in xətti asılı olduğunu görüb. Bu hərəkət düz xəttə bərabər sürətli hərəkətə uyğundur və qrafikdə gördüyümüz kimi hərəkət x oxu istiqamətindədir. Deməli, 1-ə yazırıq A-nı. X oxunun əksinə olan 3-cüdür. 3 yazırıq B-ni, cisim sükunətdədir. Əgər koordinatımız dəyişməyibsə, deməli sükunətdəyik. 2 yazırıq C-ni. Sürətin proyeksiyası müsbətdir. Əgər qrafikin üzü yuxarıdırsa, sabitimiz müsbət. Düz xəttdə bərabər sürətli hərəkətlərdə sürət sabitdir. Üzü aşağıdırsa mənfidir, müsbətdir. Deməli, gedəcək birinciyə, mənfidir, gedəcək üçüncüyə AD. Deməli, C bayı olacaq C variantı. X oxu üzrə düz xətti bərabər təcili hərəkət edən başlanğıc koordinatı x0 bərabər 30 olan cismin sürətin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 13 saniyyədən sonra cismin koordinatını hesablayın. X bərabərdir. X0 üstə gəlinsin SX-dir. Tapmaq lazımdır. Yer dəyişməni bərabərdir. Deməli, 30 öz yerində başlanğıc koordinat üstə gəlsin yer dəyişmə. Yer dəyişmə də tapılacaq. Deməli, fiqurun sahəsindən. Birinci sualları gəlin, uşaqlar yox, müəllimlər. Gəlin baxaq. Deməli, buradan təcili tapsaq əgər, baxın, təcili tapsaq 12 çıxılsın 0 bölünsün 6-dan. Olacaq A bərabərdir 12 bölünsün 6, yəni 2. Əgər cisim 4 saniyə tormozlanmışsa, deməli, bunun başlanğıc sürəti olacaq 8. Çünki V0 bərabər A vur T tormoza görə tapdıq ki, bura 8-dir. İndi fiqurun sayısını tapaq. Buradakı kiçik fiqurumuz, yəni bura mənfi 8-dir. Deməli, kiçik fiqurumuz olacaq burada. Bizə saniyə orada mənfi 8-i yazmaq üçün gəlin düsturumuzu düzgün yazaq. Deməli, V bərabərdir. V0 üstə gəlinsin AT-dir. V0 bərabər olacaq mənfi AT-yə, yəni V0 almış olacaq mənfi 8. Birinci fiqurumuz olacaq mənfi 8 vurulsun 4 bölü 2. Qaldı burada mənfi 16 metr yer dəyişmə buradadır. Digər tərəfdən digər fiqurun sayısı 12 vur 6. 12 vur 6 bölü 2-dir. Deməli, oldu bura. 36 metr müsbət. Yerdəşmə tapılarkən mənfi və müsbətə fikir verməyə lazımdır və ayrı-ayrı fiqurların sayısı cəmləri mənfi 16 üstə gəlsin 36 olacaq, deməli 20 metr yer dəyişmə. Gətirib burada yerinə qoysaq alacaq ki, koordinatımız 50 metrdə olacaq, yenə C variantı. 3-də çeviri üzrə bərabər sürətdə hərəkət edən maddi nöqtənin mərkəz qaçma təcilində ötmə perioduna asılı qrafiki verilmişdir. Hansı qrafik mərkəz qaçma təcilini çevirən radiusundan? Burada period sabitdir. Birinci gəlin düsturumuzu yazaq. A bərabər 4pi kvadrat R bölünsün T'nin kvadratı. Əgər period 1-dən 2-yə sabitdirsə, deməli A R-dən düz mütənsib asılı olmalıdır. 1-dən 2-yə A R-dən düz mütənsib asılı. Bu A variantında da var. Deməli, B-də var, digər variantlarda yoxdur. Daha sonra 2-dən 3-ə əgər A periodla tərs mütənasib asılıdırsa, deməli, burada artıq radius sabit qalmış olacaq. Çünki radius sabit olmalıdır ki, təcil periodla tərs mütənasib asılı ola bilsin. Bu da olacaq, deməli, 1-dən 2-yə, deməli, radiusdan düz, 2-dən 3-ə isə radius sabitdir və təcil burada azalmışdır, yenə də azalmış olacaq B variantı. 4-də kütləsi 200 kiloqram olan buz yelkəni sürtünməz səthdə sükunətdədir. Üfüqi istiqamətdə əsən küləyin təsiri yelkən sürətini 4 saniyə ərzində 6 metr saniyə çatdırır. Küləyin təsir qüvvəsini hesablayın. Küləyin təsir qüvvəsini sabit qəbul edin. Burada cismi hərəkətə gətirən yalnız küləyin təsir qüvvəsi olduğuna görə həmin o təsir qüvvəsi MA-ya bərabər olacaq və 200 vurulsun. A-nın da yerini yazırıq. V bölünsün T. 6 bölünsün 4, yəni 1,5. Virgüllərimiz geçsin. 20-də 15-ə vuranda olacaq. 300 Newton A variantı. Bloklar sistemi vasitəsilə şaquli istiqamətdə sabit 2 metr saniyə kvadrat təcillə qaldırılan cismin kütləsini hesablayın. Gəlin baxaq. Deməli, bura 60 Newtondur. Burada 60-dır. Elə burada 60-dır. Bura olacaq 120 Newton. Deməli, bu 120 Newton nəyə bərabərdir? İpin gərilməsidir. Burada bir var, burada MJ, bir də var, burada MA. Yəni, A təcil qüvvəsi. Deməli, belə yazırıq. MA bərabərdir, T çıxılsın MJ. Buradan da alırıq ki, T bərabərdir, M vurulsun, A üstə gəlinsin J. Deməli, belə uşaqlar, müəllimlər, M-i yerinə qoyaq. M-i bilmirik, M-i istəyirik. T-nin yerinə 120 bərabərdir, M vurulsun, J üstə gəlinsin A-dan. A 2 idi, J 10'da olacaq 12 M. Buradan da M alarıq ki, 10 kiloqrama bərabərdir. Daha sonra yer səthinin hansı hündürlükdə kosmik gəmiyə təsir edən ağırlıq qüvvəsi yer səthindəkindən 16 dəfə azdır.
Aha, 16 dəfə az olması üçün düsturumuz belədir. Bizdə nə soruşurdu? Ağırlıq qüvvəsi F bərabərdir. J vurulsun M1, M2 bölünsün R üstə gəlinsin H-ın kvadratı. Yəni qüvvə H-la tərs kvadratik asıdır və burada nə edirsiniz? Avtomatik də tapmaq olar, sadəcə uzatmaq istəmirəm. Gəlin yazaq. Deməli yazıq ki, F0 bölünsün FH bərabərdir. R üstə gəl H kvadratdan tərsdir. R üstə gəl H kvadrat qalxdı yuxarı. Aşağıda R kvadratı 16 dəfə az olması üçün deməli F0-ı FH-a böləndə almalıyıq 16. Çünki FH-ın yerinə yazacaqsınız ki, elə bilin ki, F0 bölünsün 16. 16 da qalxır yuxarı bərabərdir. R üstə gəl H kvadratı bölünsün R-in kvadratına. Hər tərəfdən kök çıxartsınız, alacaqsınız ki, 4 bərabərdir R üstə gəl H bölünsün R. Alırıq 4R bərabər R üstə gəl H, alırıq 3R bərabər H. Deməli 3R hündürlüyündə 16 dəfə azalmış olacaq. 7-də cisim yer səthindən 30 metr saniyə sürətlə aşağı yuxarı atılmışdır. 4-cü saniyənin sonunda cisim yer səthindən olan hündürlüyünü hesablayın. Aha, 4-cü saniyə hündürlüyünü hesablayın. Y bərabərdir Y0 üstə gəlinsin V0-tı, çıxılsın JT kvadrat bölü 2-dən. Y bərabərdir. Yer səthinə atıldığına görə Y0 0 deyirik. V0-tı 30 vurulsun 4, çıxılsın 10 vurulsun 16 bölünsün 2. 1, 8. Burada oldu 80. 120-dən də 80 çıxanda alacaq ki 40 metr. Sərtliyi 5 kN olan yayın 90 Newton qüvvənin təsir uzanmasını hesablayın. F bərabər KX-dan uzanma X-dır. F böl K yazırıq. 90 bölünsün 5 vurulsun 10 üstü 3. 1 burada qaldı 16 millimetr 10 üstü 3'də 18. 18 millimetr Y variantı. Çəkisi 500 Newton olan cismi füqi səthdə 200 Newton qüvvənin təsirlə bərabər sürətlə hərəkət edir. Cisimlə səth arasındakı sürtünmə əmsalını hesablayın. F sürtünmə bərabərdir μ vur n-dir. Deməli bərabər sürətdən hərəkət edirsə 200 Newton qüvvənin təsirinə, deməli o təsir edən sürtünmə qüvvəsi də 200-dür. 200 bərabərdir μ vurulsun 500-ə. Sıfırlarımız getdi. 2-ni də 5-ə bölsələrək 0,4 B variantı. Aha, burada nəsə var amma düşməyib. Bunlar düşməyiblər bunlar. 15-də 13-də 0,4 kilovat vurulsun saati işi joule ifadə edin. 0,4 kilonun yerinə 10 üstü 3 yazırıq. Saatın da yerinə 3600 yazırıq. Sıfırlarımız getdi. 4-də vurmaq lazımdır. 36 olacaq 144. Yəni bir şey olacaq C variantı. Daha sonra faydalı iş 180 joule, faydalı iş əmsalı 90% olan mexanizm yükü qaldırıqda görülən tam iş hesablayın. Faydalı iş əmsalı faydalı iş ilə tam işin nisbətinin faizli ifadesinə bərabərdir. Deməli burada 90 bərabərdir. Faydalı iş bölünsün tam iş, faydalı iş verib 180. Tam işi bizdən soruşur. Aha, tam iş vurulsun 100-ə. 180 ilə 90 gedir. Burada qaldı 2. 2-ni 100-ə vursaq olacaq 200. A tam bərabər olacaq 200 joule B variantı. İpə bağlanmış cisim harmonik rəqs edir. Cisimin təcili maksimum olduğu anda hansı fiziki qiymət sıfıra bərabər olur? V, P, YK eyni bir fazada rəqs edir. Digərlərsə, məsələn, təcil, yer dəyişmə, potensial enerji qüvvəsi ayrı bir fazada rəqs edilir. Bunlar maksimum olanda bunlar sıfır olacaq. Təcil maksimum olduğu anda V, P, YK-dan biri 0 olmalıdır. O da olacaq Y variantı. Şəkildə tezliyi 0,5 s olan eyni dalğalar təsvir olunmuşdur. Dalğanın gəlmə sürətini hesablayın. Düşməyib. Kütləsi 12 kg olan cismin həcmi yarı suya bataraq üzür. Cismə təsirində Arximed qüvvəsi. Əgər cisim mayda tarazlıqdadırsa, onda F Arximed ilə MJ-yə bərabərdir. Olacaq 120 Newton. Yəni D variantı. 22 verilmiş kütləli ideal qaz üzərində aparılmış 1-2-3 prosesi təsvir edilmişdir. 1-2, yoxdur. Mayının qaynama temperatürünü necə artırmaq olar? Mayının qaynama temperaturu növdən, bir də xarici təzyiqdən düzgün mütənasibətdir. Qaynama temperatürünü artırmaq üçün xarici təzyiqi artırmaq lazımdır. Səthi gəlmə əmsalının səthi gəlmə qüvvəsindən asılı qrafik hansıdır? Aslı deyil olmalıdır. Sadəcə düşməyib, burada yoxdur. Elektroskopun iş prinsipi əsaslanıb əksərliklərin bir-birinin cəzb edilməsinə, xeyr, əksərlərin yox, eyni işarələrin bir-birini dəf etməsinə 2, birdəki 4, 2, 3. Yüklər arasındakı qarşılıqlı təsir qüvvəsinə 2 və 3. Müsbət Q yükü birinci elektrik sahəsində düşməyib. Yükləndiyindən sonra mənbədən ayrılmış müstəvi kondensatörün elektrik sahəsi intensivi modulu lüfer arasındakı məsafədən asılı qrafiki ayrılmışdısa, Y bərabər birincisi U böl D-dir. Ayrılmışda Q sabit olduğuna görə onun yerinə Q böl C, mütləq Q-ni gətirmək lazımdır D. C-nin yerinə yazırsınız epsilon 0 S böl D vur D.
D-lər getdi. Deməli, məsafədən götürəcəksiniz ki, aslı deyil olan qrafiki. Aha, 29. Kondensatorun gərginliyi onun yükünə aslı qrafik verilmişdir. Aha. Mis naqilin en kəsin sayısını dəyişmədən uzunluğunu 2 dəfə artırdıqda onun müqaviməti R bərabərdir. Rho L bölünsün S-dir. Rho xüsusi müqavimətdir. L uzunluğudur. S en kəsin sayısı. En kəsin sayısını dəyişməyib L-nin də düz mütasibasıdır. 2 dəfə artar. 34. Konturdan keçən maqnit seli 2 saniyə ərzində 36 milliveberdən 0-a qədər azaldı. Kontur müqaviməti 6 ohm olarsa, onda yaranan induksiya cəryan şiddətini hesablayın. Aha. Deməli, induksiya cəryan şiddəti olacaq EHQ I bölünsün R. EHQ I-nin də yerinə delta fi bölünsün. Mənfi delta fi bölünsün. Delta T yazırıq. Vurulsun R. Mənfi delta fi onsuz da azalıb. Ona görə mənfi olacaq müsbət. Bərabərdir 36 milliveber. Milli olduğu kimi saxlayıram. 2 saniyə müqavimətdəki 6. 2-ni 6-ya vursaq 12. 36-ını 12-yə bölsək 3 milliamper C variantı. Hansı ifadə doğrudur? Biznes maksası induksiya xəttlərinə perpendikular istiqamətdə daxil olan yükü zərrəcinin sürətini artırdıqda Lorentz qüvvəsi bəli QVB-dir, artacaq. Period 2pm bölünsün QB-dir. 2pm bölünsün QB-dir. Dəyişməz. Tezlik ilə period kimi bunun tərsi onlar dəyişmirlər. Yalnız bir A variantı. Sarğacın induktivliyi və ondan keçən cəryan şəddini 2 dəfə azaldıqda maqnit səsinin enerjisi L kvadrat bölünsün 2-dir. L-lə və I-nin kvadratdan düz mütasibasıdır. L 2 dəfə azalanda L 2 dəfə azalanda, bu da 2 dəfə azalır. Cəryan şəddi 2 dəfə azalanda, bu 4 dəfə azalır. Olacaq 8 dəfə azalar. Elektromaqnit dalğası vakuumdan mühitə keçərkən dalğa uzunluğu sürətlə eyni cür dəyişir. 2 dəfə azalacaq. Tezlik, period isə, enerji isə dəyişmir. 2 dəfə azalar, dəyişməz. Aktiv müqaviməti dəyişən cəryan dövrəsinin cəryan şəddinin zamanında asılı qrafiki verilmişdir. Aha. Yoxdur. Cismi müstəvi güzgüdə xəyalı. Müstəvi güzgüdə xəyalın möfhümü özü boyda və düzü nədir? Möfhümüdür. Yalnız möfhümüdür 2. Başqalarına heç bir uyğun gəlmədi. 2F nöqtəsindən keçərək çökük güzgüyə düşən bir şurasının sonraki yolu hansıdır? 2F nöqtəsindən keçərək burada çökük güzgüyə düşən. Bizə saniyə çökük güzgümüz budur. 2F-dən gəlib güzgü üzərinə düşən, elə güzgü üzərindən də geri qayıdır. Öz üzərindən geri qayıdır. Linzanın fokus məsafəsinin linzadan xəyala qədər olan məsafədən asılı qrafiki. Linzanın fokus məsafəsi F-dən, D-dən, F üstə gəl D-dən asılı deyil. Qrafikiniz sabitin qrafiki olmalı idi. Aha. Difraksiya qəfəsinin spektrində birinci tərtib maksimum üçün meyl bucağın sinusunun qəfəsin üzərinə düşən asılı qrafiki yoxdur. Udulan foton enerjisi 4 elektron volt olduqda fotoelektronların kinetik enerjisi 3 elektron volt olur. Udulan fotonun tezliyini 2 dəfə artırdıqda fotoelektronların kinetik enerjisini hesablayın. Aha, birincisi gəlin enerjinin üstürün yazaq. Y foton bilir ki, Y kinetiklə A çıxışın cəminə bərabərdir. Deməli 4 bərabərdir. Kinetikin yerinə 3. Üstə gəl A çıxış. Buradan alırıq ki, A çıxış olacaq 1 elektron volt. 1 elektron volt. İndi 2 dəfə artıraq. Tezliyi 2 dəfə artırsaq Y foton H-yə bərabərdir. Tezlik 2 dəfə artanda Y foton da 2 dəfə artacaq. 4 idi, olacaq 8. İndi yazacaq ki, baxın 8 bərabərdir Y kinetik. Üstə gəlinsin 1. A çıxış yerində qaldı. Çünki A çıxış dəyişmək üçün metal dəyişmək lazımdır. Y kinetikdə olacaq 7 elektron volt. Aha. Deməli, hidrogen atomu enerjisi -13,6 elektron volt olan əsas haldadır. İkinci enerji səviyyəsində. İkinci enerji səviyyəsindən keçəndə Y-in bərabər -Y0 bölünsün N kvadrat üstüründən. Yəni, hansı səviyyə keçirsə, həmin səviyyənin kvadrat birinci haldan həmin səviyyənin kvadrat dəfə azalır. 13,6 artır daha doğrusu bölünsün 2-nin kvadratı olacaq 4. 13,6-nı da 4-ü böləndə düşəcək 3,4. 3,4 elektron volt. Elementar zərrəciklərin qeyd alınması üçün hansı cihazlardan istifadə olunur? Wilson kamerası və Heger sayğacı 1-3 A variantı. Difraksiya qəfəsi dalğı uzunluğunu ölçmək üçündür. Ossilograf isə dəyişən cəryan və gərginlik rəqslərini müşahidə etmək üçündür. Kütləsi 10 kiloqram olan cisim 100 Newton qüvvənin təsirlə mayın müstəvi üzrə hərəkət etdirilir. Cismin aldığı təcili hesablayın. Deməli, burada həmişə var mj sinus alfa. Mütləq baxın bu istiqamətdə. Bir də var mj kosinus alfa. Mj kosinus alfa. Bu da sizin hərəkətin əks olan sürtünmə qüvvənizdə. Hərəkət qüvvənin təsirlə, yəni F qüvvəsinin təsir olduğuna görə təcili yuxarı götürüyor. Onda belə olacaq. MA bərabərdir. Deməli, MA bərabərdir. F çıxılsın. Mj sinus alfa da üstə gəlinsin. Mj kosinus alfa. Aha,
bərabərdir. Buradan da A-nı tapmaq üçün uşaqlar bütün bu ifadənin hamısını nəyə böləcəyik? M-ə bölmək lazımdır. F-in yerinə 100 çıxılsın MJ sinüs alfa. MJ olacaq 100, sinüs alfamız 0,6-dır. 100-dən 100-ü də 0,6-ya vursak olacaq 60. Üstə gəlinsin mü MJ kosinüs alfa, mü MJ. Mü 0,2-dir. M 10'dur, oldu 2. 2'ni 10'a vursaq 20. 20'ni də 0,8'ə vursaq olacaq 16. Bölünsün 10'a. Aha, deməli 60'ın üstünə 16 gəlsək olacaq 76. 100-dən də 76 çıxsaq olacaq 24. 24 də 10'a bölsə olacaq 2,4 C variantı. Daha sonra düz xəttə hərəkət edən cismin impulsun proyeksiyasının zamandan sıx tənliyi bu şəkildədir. Hansı ifadələr doğrudur? Əvəzedici qüvvəni tapsaq, impulsdan zamana görə törəmə tapmaq lazımdır. O da olacaq 8. Deməli, əvəzedici qüvvə 0-a bərabər deyil və müsbət 8 tapdıq. Əvəzedici qüvvə hərəkətin əksinə yönəlib, o da deyil. Cisim bərabər sürətlə hərəkət edir, o da deyil. Cisim bərabər yenişin hərəkət edir, bəli. Yavaşan edir, çünki impuls artışı deməli yenişin hərəkəti zamanla xətti olaraq artır. Daha sonra şaqil yuxarı istiqamətdə 0,2 kg kütləli cisim uçuş müddəti 6 saniyedir. Cisim yeri nəzərən maksimal potensial enerjisini hesablayın. Aha, uçuş müddəti 6 saniyə o deməkdir ki, bu deməli 3 saniyə qalxıb 3 saniyədə düşüb. Deməli potensial enerjini tapsaq MJH maksimaldan H maksimal, maksimalın da yerinə M vurulsun J T qalxmanın kvadratı bölü 2 yazırıq. Deməli olacaq 0,2-ni vursaq 10-a 2, 2-ni 10-a vursaq 20, 20-ni də vururuq deməli 9-a. Bölürük 2'ye olacaq 90 Joule Y variantı. Birinci kran yükü H hündürlüyünə 5 saniyə, ikinci kran isə eyni yükü həmin hündürlüyə 2 saniyə qaldırır. Bu kranların faydalı güclərin nisbətini. Aha. Deməli gücü tapmaq üçün A bölü T, A-nın yerinə MJ H bölü T yazırıq. MJ olacaq deməli elə bizə H bir də T lazımdır. T ilə tərs mütənsifası N2 bölü N1 bərabər olacaq. T1 bölünsün T2-yə, 2 bölünsün 5-dən. Deməli 2 bölü 5-dən 0,4 Y variantı. Aha, bu belə. Daha sonra şəkildə tezliyi 0,5 olan eninə dalğa təsvir olmuşdur. Dalğanın yayılma sürətini hesablayın. Gəlin dalğanın uzunluğunu tapaq. Dalğa uzunluğu 1 tam period ərzində getdiyi məsafə. Aha, bura 8 damadır. Hər damada 5 desimetr olduğuna görə deməli dalğa uzunluğu olacaq 8 vur 5-dən 40 desimetr. O da olur 4 metr. Deməli bizdən soruşur sürəti. Dalğanın yayılma sürəti. Birincisi dalğa uzunluğumuz bərabərdir. V vurulsun T və ya V bölünsün nüdür. Bizdən V-ni soruşur. Lambdanı nüyə vurmaq lazımdır. V də bərabərdir. Lambda vurulsun nüdən. 40 vurulsun 0,5 o da olacaq 20. Üzr istəyirəm 4 vurulsun 4 metr demişdik. 4 vurulsun 0,5-dən olacaq 2 metr bölünsün saniyə. Qabların dibinə suyun göstərdiyi təzyiq qüvvə arasında hansı münasibət doğru? Təzyiq qüvvələri. Təzyiq qüvvəsinin üstü ρ H vurulsun S-dir. Yəni həm H-a baxmaq lazımdır, həm də S-ə baxmaq lazımdır. Burada HS hasili olacaq 2SH. Burada isə olacaq SH bölünsün 2. Yəni gördüyümüz kimi ikinci birincidən 4 dəfə azdır və ya birinci ikincidən 4 dəfə böyükdür. Daha sonra Pascal bölünsün Joule. Joule'un yerinə Pascal bölünsün metrun kubu yazırıq. Pascal vurulsun metrun kubu yazırıq. Üzr istəyirəm, burada Pascal var. Pascallar getdi. Alırıq ki 1 bölünsün metrin kubu konsentrasiya. Kütləli ideal qazın təzyiqinin temperaturuna asılı qrafiki təsvir olunmuşdur. AB və BC prosesində qazın həcmi dəyişir. A-dan B-yə təzyiq sabitdir, temperatur artır. Düsturumuz PV bərabər NKT, NÜRT və s. Hansını istəsəz yaza bilərsiniz. Təzyiq sabitdir, həcmin temperatur düz asıdır. Temperatur artdığına görə A-dan B-yə həcm də deməli artmış olacaq. Daha sonra BC hissəsində isə təzyiqlə həcm deməli düz xəttdə asılıdır. Onda təzyiqlə həcm düz xəttdə asılı olar ki, həcm sabit olsun. Deməli BC prosesində isə dəyişmir, artar və dəyişməz D variantı. Verilmiş kütləli ideal qaz üzərində aparılmış bir güc prosesi təsvir edilmişdir. 1-2 prosesində ideal qazın daxili enerjisi 20 kJ, 1-dən 2-yə 20 kJ artıb daxili enerjisi 20 kJ. 2-3 prosesində ideal qazın daxili enerjisinin dəyişməsi. Daxili enerjinin dəyişməsi 20 kJ oldu. Birincisi görə bu hansı prosesdir? İzoxor prosesi. İzoxor prosesi delta bərabərdir 2-də 3. Deməli delta P olacaq 2P0 vurulsun V0. Həcmdəki V0-dır. Bu qiymət deyir 20 kJ bərabərdir. Aha. Deməli burada nəyə fikir verək? 2-dən 3-ə olan prosesdə isə düsturumuz belə olacaq. Delta U bərabərdir 2-də 3. Bu səfər təzyiq sabitdir. Vurulsun 3P0, vurulsun delta V, yəni 3V0. İndi burada tapmaq lazım ki, daxili enerjinin dəyişməsi nəyə bərabərdir? Bunları əgər alt-alta bölsək, P0-lar, V0-lar gedir.
Gəlin yazaq. Baxın P0'lar getdi, V0'lar getdi, 2-də 3 də getdi. Deməli belə bir şey aldıq. 9 bölünsün. Deməli aldıq 9 bölünsün. Burada qalmış yalnız 2 bərabər. 2 ilə 20 də gedir, qalır 10. Çarpaz vursaq olacaq 90 kilojoule artmış olacaq. Aha. Daha sonra 90 kilojoule Y variantındadır. Daha sonra uzunluğu 2 metr, en kəsi sayısı 2 cm kvadrat olan polat məftildən 500 kg kütləli yük asılmışdır. Məftil mütləq uzanmasını hesablayın. Deməli F bərabərdir. YS bölünsün L0 vurulsun delta L. F'in də yerini yazırıq MJ. Aha. MJ bərabərdir. YS bölünsün L0 vurulsun delta L. Deməli MJ olacaq 5000, 5 vurulsun 10 üstü 3. Young modulu 2 vurulsun 10 üstü 11'dir. S'in yerinə 2 cm kvadrat, yəni 2 vurulsun 10 üstü -4 yazırıq. Daha sonra delta L'yi bilmirik. Delta L olduğu kimi qaldı. L0'ın da yerinə 2 yazırıq. 2'lər getdi. 10 üstü 3 ilə 10 üstü 11 gedir. Burada qaldı 8. 10 üstü -4 ilə 10 üstü 8'e gedir. Qalır 10 üstü 4. Deməli alıq ki delta L bərabərdir. 2'ni 5'e 2'ye bölürük. Oldu 2,5. Bir də qalmışdı 10 üstü 4. Yəni 2,5. Vurulsun 10 üstü -4. O da olacaq 0,125 mm B variantı. Uyğunluğu müəyyən edin. Müsbət Q2 bir sineklik sahəsində AB, BC, CA traktorisi üzrə hərəkət etdirildikdə, müsbət yükü deməli AB, BC, CA üzrə hərəkət etdirir. Müsbət Q AB üzrə hərəkət etdirdikdə, birinci bilir ki, intensiv müsbətdən mənfiyə doğru yönəlir. Müsbətdən mənfiyə doğru yönəldiyindən müsbət yükə təsir edən qüvvə də mənfiyə doğru, yəni yuxarı doğru yönəlir. Və bunun yer dəyişməsi də AB, yəni qüvvə istiqamətində olduğunda gördüyü iş müsbətdir. Deməli, sahənin gördüyü iş AB traktorisi boyunca gördüyü iş müsbət olacaq. A gəldi bura. İş müsbətsə kinetik enerji artır, potensial enerji azalır. O da gəldi bura. İndi qayıdaq geri. Baxaq. BC üzrə hərəkət etdirdikdə qüvvəyə perpendikular hərəkət etdirmiş oluruq. Onda da iş görülmür və ya bir potensial üzrə hərəkət etdirdiyimizə görə potensial fərq dəyişmədən iş 0 olur. Deməli BC hissəsində iş 0 olur. İş görmür və ya iş 0'a bərabərdir B. Bir də əgər iş görmürsə potensialla kinetik enerji dəyişmir. CA traktorisi üzrə hərəkətdəsə C-dən A-ya. Deməli burada fərq nədir? C-dən A-ya və ya C-dən baxın bu düz xətt boyunca fərq eləmir. Görülən işlərin hər ikisi də eynidir və aralarındakı bucaq iti bucaqdır. Yəni amma biz düsturumuzu yazanda istifadə etməliyik baxın bu məsafədən. Deməli belə olacaq. Burada görülən iş qüvvənin əksinədir. Qüvvə yuxarı idi. Yerləşməmiz isə C-dən A-ya doğru, yəni yerləşmənin qüvvənin əksinədir. İş mənfi olacaq. İş mənfi olduğuna görə də iş görək mənfidir yazıb. Yoxdur, iş mənfidir. Amma potensial enerji neyəcək? Artacaq. C variantı. Başqa bir şey qalmadı. Deməli AD, BY, C. A variantı olmuş olacaq. Deməli, kondensatorun gərginliyi onun yükünə asılı qrafik verilmişdir. Qrafikin A nöqtəsinə uyğun elektrik sahəsinin enerjisinə. Elektrik sahəsinin enerjisi QU bölünsün 2 faydasından tapılır. Yəni burada verilən fiqurun sahəsi bizə verəcək enerji üstürünü. 50 vurulsun 8 bölünsün 2-dən. Deməli olacaq 200. Burada millimiz də var. 10 üstü -3 də yazaq bura. 200 vurulsun 10 üstü -3 olacaq 0,2 joule bərabər olmuş olar. Daha sonra verilmiş elektrik dövrəsində A1 ampermetrin göstərişi 4 amper olarsa, A2 ampermetrin göstərişini müəyyən edin. A1-in göstərişi 4 amperdir. Deyir A2-ni tapın. A2 ümumi cəyran şiddətdir. Yəni hər iki qoldan keçən cəyran şiddətlərin cəminə bərabər olmuş olacaq. Burada müqavimət 2 ohm, burada isə 4 ohmdur. Və biz də bilirik ki, I bərabər U bölü R-ə görə I R-dən tərs mütənasib asılıdır. Yəni yuxarıda 2 ohm, aşağıda 4 ohmdur. Müqavimət 2 dəfə artdığına görə cəyran şiddəti 2 dəfə az keçmiş olacaq buradan. Yəni 2 amper. Ümumilikdə cəyran şiddəti olacaq 4 amper ilə 2 amperin cəminə, yəni 6 amper. Daha sonra faydalı şəmsalını hesablayın. Faydalı şəmsalın düsturu deməli R bölünsün, R üstə gəl R vurulsun 100%-dir. R 9'dur. 9 bölünsün, R üstə gəl R 10 vurulsun 100 olacaq 90%. O da ki Y variantında. Daha sonra qazlar, elektrolitlər adi şəraitdə elektrik cəryanını keçirmir. 1. Adi şəraitdə elektrik cəryanı yaxşı keçirir. 2. Elektrolitlərdə biri naqilli. Yük daşıyıcıları sərbəst elektronlardır. Bu qazlardadır. Yük daşıyıcıları müsbət iyonlardır. Müsbət iyon hər ikisində var. 4 ortaya. Mənfi iyon da həmçinin hər ikisində var. Deməli belə olacaq. 3, 1, 2, 4, 5 D variantı. Daha sonra
Hansı ifadələr doğrudur? Sabit maqniti sarğaca yaxınlaşdırdıqda. Yaxınlaşma zamanı bir-birlərini itələyirdilər. İtələməsi üçün bura S, burası N olmalıdır. Deməli, sarğacda induksiya cəryanı yaranır. Bəli, yaxınlaşdırıb, uzaqlaşdırıb, daxil edib çıxardanda yaranırdı. Maqniti cəzb edir. Xeyr, maqniti itələyir və daxil edirik deyə maqnit seli artacaq. 1 və 4 B variantı. İraks konturunda elektrik yükü bu qanun ilə dəyişir. Elektrik tutumu 4 millifarad olan kondensatorun elektrik stasiyasının enerjisinin maksimal qiyməti. Elektrik stasiyasının enerjisinin maksimal qiyməti Q maksimal kvadrat bölünsün 2S-yə bərabərdir. Deməli olacaq 0,2-nin kvadratı 0,4 bölünsün 2 vurulsun 4 vur 10 üstü -3. Deməli buradan 2, 4 oldu 8. 1 burada qaldı 0,2. Üzr istəyirəm. Deməli burada 8 oldu. 4 ixtisar aparırıq. Aha, burada 0,1 qalır. Aşağıdasa 2 qalır. Aşağıda 2 qalır. Daha sonra 10 üstü -3 qalxır. Yuxarı olur 10 üstü -3, yəni 1000. 100-də 1-i 1000-ə vursaq 10. Onu da 2-yə bölsək alırıq 5 joule'a bərabərdir. A variantı. Daha sonra aktiv müqaviməti dəyişən cəryan dövrəsində cəryan şiddətinin zamanda hansı qrafiki verilmişdir? R bərabər 20 ohm olarsa gərginin amplitud qiyməti o maksimal bərabərdir. I maksimal vurulsun R-dir. Bərabərdir. I maksimal 4-dür. R isə 20-dir. Olacaq 80 volt. Aha, bu da oldu 80 volt, yəni C variantı. Suallar gördüyünüz kimi, yəni gördüyünüz səviyyədədir. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.